Salam uşaqlar. Mən bugün sizə 22-ci səhifədə olan 5 məsələdən kömək eləyəcəyəm. Amma elə sadəcə köçürməyin uşaqlar. Məsələlərin diqqətlə baxın ki, siz də sərbəst eləyə biləsiniz. Məsələlər biraz misallardan həmişə uşaqlara çətin gəlir. Elə bir çətinliyi yoxdur. Bax, nənə qutab bişirdi. Məsələ 8. 6 dənəsini qonşuya verdi. Qalan qutabları 4 nəvəyə bölüşdürdü. 4 dənə nəvəsinə bölüşdürdü. Hər uşağa 4 qutab düşdü. Nənə neçə qutab bişirdi? Uşaqlar, bu şəkili də var onun kitabda. Qəşəng bir şəkildir. Nəvələr stolun arxasında oturub, nənə də qutabları uşaqlara verir. Deməli, kitabdan göstərmirəm. Deməli ki, deyir ki, nənə bilmir ki, neçə qutab bişirib. Verilibmi? Nənə yazmışam burada, boş qoymuşam. Nənə ədəd qutab bişirdi. Neçə ədəd? Bilmirik. Yəni bizim bugünkü dərsimiz, hazırda biz tənlik dərsini keçiriksə, tənliyə aid misallar eləyiriksə, deməli burada biz tənlik qurmalıyıq. Nənə x ədəd qutab bişirdi. Bax, bu x-dən 6 dənəsini çıxıb, götürüb qonşuya verdi. Yazaq, x çıx 6. Nə qaldı? Bilmir ki, x neçədir, 6-sını çıxaq deyək. Onda elə belə götürək. Qalanları bölüşdürdü, böldü 4 nəvəsinə. Bölürük 4-ə. Qalan qutablar, bax, bunlar da. Bunu 4 nəvəyə böləndə hərəyə 4 qutab düşdü. Bəli, beləliklə tənliyimiz hazır oldu. Soruşur ki, nənə neçə qutab bişirdi? Biz onu tapmalıyıq ki, nənə neçə qutab bişirdi. Bu tənliyi eləyib x-i tapsaq, x nənənin bişirdiyi qutabların sayını göstərir. Davam eləyək. Deməli ki, bölünən, bölən, qismət. Bölünəni tapmaq üçün qisməti bölənə vurmaq lazımdır. Yəni, x çıx 6 bərabərdir 4 vur 4. 16 eləyər. X çıx 6 16-ya bərabərdir. Burada da yeni bir tənlik aldıq. Bu dəfə deməli ki, biz çıxmalı olan tənlikdir. Azalan məchuldur. Azalanı tapmaq üçün məchul azalanı. Fərqin üzərinə çıxılanı gəlmək lazımdır. Yəni ki, bu böyük bir, bunların ikisindən də böyük olmalıdır ki, 6 çıxanda 16 qalsın. X bərabərdir 16 üstə gəl 6. Bu da 22. X bərabərdir 22. Deməli, nənə 22 qutab bişirib. 22 qutab bişirib, qutablardan 6-sını verib, 16 qalıb. 16-sını da 4 uşaq arasında böləndə, hər uşağa 4 qutab düşüb. Deməli ki, cavab yaza bilərsiniz ki, cavab əgər tələb eləyirsə müəlliminiz, tələb eləmirsə də qoy özünüzdə. Cavab yazmaq vərdişi pis deyil. Nənə 22 qutab bişirdi. Və yaxud 22 qutab bişirdi. Belə də olar, 22 qutab. İndi bu 8-ci məsələdir, 9. 9-u mən sizə kitabdan göstərəcəyəm uşaqlar. Deməli, belə bir çərçivədir. Ramka deyirik, şəkil ramkası deyirik. Rusca ramka, rus sözüdür. Azərbaycanca şəkilə. Yeri gəlmişkən, bax, burada nənə uşaqlara, nəvələrinə qutabları paylayan şəkil dedim ki, göstərmirəm, amma indi göstərdim. Bax, belə bir qız qalası var şəkildə. Divardan asılıb. Bunun eni 40 santimetrdir. Uzunluğu verilməyib. Perimetri verilib. Ramka, Azərbaycanca çərçivə düzbucaqlı formasındadır. Mən dəftərlə davam eləyirəm indi uşaqlar. Mən şəkil çəkməmişəm. Düzbucaqlı formasında belə bir çərçivə çəkmişəm və yaxud da düzbucaqlı çəkmişəm. Eni 40 santimetr. En, bax, bu balaca hissəyə en deyirlər. 40.
Heç 40-a da oxşamadı. 40 santimetr yazdım bura. Yəni ki, bura 40 santimetrdir, bu da 40-dır. Perimetrdə verilib. Perimetr 190-dır. Düzbucaqlının perimetrini tapmaq üçün bax, bunu da bilmək lazımdır. Uzunluğu da bilmək lazımdır. Verilməyib baxın. X-dır. Məchuldur, verilməyib. Bunlar isə verilib 40. Onda 2 dənə 40 santı deyirəm, santimetr yəni. 40 santimetrdən 2 dənə 2-yə vururam. Üzərinə də 2 dənə bu x-i gəlsəm, olacaq 190 santimetr. Perimetri bu qaydada tapırlar. Bax, bu çərçivənin perimetri belə tapılır. 2 dənə 2 vurulsun x. Perimetri yaxşı bilən uşaqlar bilir mən nə yazıram. Hər dərsə diqqət etmək lazımdır. Bir dərsdən digər dərsin içində görsən istifadə olunur. 2x üstə gəl. 2 dənə də bu 40 santimetrləri vurulsun 40. Bərabərdir. Bunların 2-yə vurub uzunluğu, 2-yə vurub eni topladıqda perimetri verir. Perimetrdə 190-dır. 190 santimetrdir. 2x üstə gəl 80. 80 bərabərdir 190-a. Onda toplananlardan biri məchuldur. 2x bərabərdir. Cəmdən verilən toplananı çıxıram. 190 çıx 80. 80 2 dənə bu 40-ı bir-birinə vuranda, 2-yə vuranda bir-birinə yox. 40-ı 2 dənə olduğundan 2-yə vuranda və yaxud da 2 üst-üstə gələndə 80 almışdıq. 110 eləyər. 2 vur x, 2 vur uzunluq, 2 dənə uzunluq 110-a bərabərdir. 190-dan 80 çıxdım, 110. X bərabərdir. 110 bölünsün 2-yə. Bu da eləyər 55. X bərabərdir 55 santimetr. Deməli, çərçivənin uzunluğunu soruşurdu. Tapdıq ki, çərçivənin uzunluğu 55 santimetrdir. Cavab yaza bilərsiniz. Cavab 55 santimetr. Bu cavab idi. Məsələyə qarışdırmayaq. Biz divardan asılan şəklin perimetri verilib, eni verilib, uzunluğunu tapdıq. Bir tərəfinin uzunluğu 55, iki tərəfinin uzunluğu isə 110 santimetr. Tapıb 2-yə böldük. Bunu da 8-i də izah eləmişəm sizə. Bu 9. Kör-köranə köçürməyin uşaqlar. Məsələlərə qulaq assanız çox yaxşı olar. Gözəl, rahat məsələlərdir. Daha bir məsələm, bu siz sürət məsələləri, yol məsələləri, bunları 4-cü sinifdən başlamışsınız eləməyə. Bu sizə çətin olmaz. Eyni bir nöqtədən yolun bir-birinə əks olan iki maşın yola düşür. Bunda şəkli var. Mən düzdür şəkildəki kimi gözəl çəkməmişəm uşaqlar. Başa görürsünüz, bir nöqtə burada göstərilib. Maşınlar əks istiqamətə sola gedir bu maşın. Göy maşın da sağa gedir. Bunlar arasında bir müddət gedəndən sonra aralanacaqlar bunlar bir-birlərindən. Müəyyən qədər məsafə olacaq. 1 saat gedəcəklər. 1 saat bu sarı rəngdə olan maşın gedəcək. 1 saat da göy. Saxlayacaqlar maşınları 1 saatdan sonra. Bunlar arasında müəyyən qədər məsafə olacaq. O məsafə bizə verilib. Maşınlardan sürətləri verilməyib. Bax, biz onların sürətlərini tapmalıyıq. Bax, məsələdə bu tələb olunur bizdən. Bax, iki maşın bir məntəqədən, bir məntəqə, yəni bir nöqtədən yolun bir hissəsindən, eyni hissəsindən əks istiqamətə yola düşdü. Maşınlardan birinin sürəti o birindən 10 km/saat çoxdur. Kilometr bölünsün saat sürəti.
Biri verilməyib bizə, maşının sürəti verilməyib ki, 10 gələk üstünə o birisini tapaq. Onda yolun uzunluğunu soruşursa uşaqlar, yolun uzunluğu sürəti zamana vururlar. Yəni x vurulsun 1, bu bir dənə maşının sürəti, üstə gəl. O biri maşının sürəti isə 10, x üstə gəl 10'dur. Bu da vurulsun 1'ə. 1 saat yol gediblər. Sürəti zamana vururam. Zaman 1'dir, vaxt 1'dir. Yol göstərir yolu. Və bunların ikisinin toplayanda yollarını nə qədər yol gediblər? Baxaq görək, varmı burada? Hər maşının sürətini tapın. Yazmamışam ki burada. Yol getdi. Onlar arasındakı məsafə kilometr oldu. Bax, buraya yazmamışam. Neçə kilometr oldu? Onlar arasındakı məsafə görək, neçə kilometr oldu? 170. Bax, buraya niyəsə yazmamışam. Məsafə kilometr oldu. 170 kilometr. Bax, buraya yazıram. 170 kilometr oldu. Hər maşının sürətini tapın. Yəni, bunun getdiyi maşın, birinci maşının getdiyi, qoy kitabdan göstərim. Bunun getdiyi yol, üstünə gəlsək, bunun getdiyi yolu 170 kilometr olmalıdır. Bura qədər yox ha, ikisinin arası məsafə. Bax, mən də yazmışam. Bunun getdiyi yol, birinci maşının, ikinci maşının da sürəti 10 kilometr artıqdır. 1 saat yol gedib. İkisini toplayanda 170 kilometr olmalıdır. Bəli, tənlik aldıq. Eləyək. X üstə gəl. X üstə gəl. Bax, bunu x-i 1'ə vurdum. X oldu. Üstə gəl. X plus 10'u da 1'ə vursam, elə x plus 10 olacaq. X üstə gəl 10 plus da deyirəm arada. Bərabərdir 170. Deməli, 2x üstə gəl 10. 2x üstə gəl 10 bərabərdir 170. Toplananlardan biri məchul-dursa 170'dən, yəni cəmdən verilən toplananı çıxıram. 2x bərabərdir 170'dən 10 çıxsam, o hissən yazmıram, 160. X bərabərdir 160 bölünsün 2'yə. X bərabərdir 80'ə. Deməli, maşının birinin sürətini tapdıq. Fərz eləyək ki, bax, bunun sürətini tapdıq. Bunun sürəti 80 kilometrdir. 80 yazdım. Kilometr saat. Digərinin sürəti isə 10 kilometr çoxdur. Bax, məsələmizin şərtində deyilir ki, o birindən 10 kilometr çoxdur. Onda ikinci maşının sürəti, burada boş yer qoyub yazın. 80 üstə gəl 10. 80 üstə gəl 10. Bu da bərabərdir 90 kilometr. Deməli, biri 80 kilometr saatla gedir, biri 90. 1 saatda ilə 80-lə gedən 80 kilometr yol qət eləyəcək. 90-la da gedən 90 kilometr. Bunları da toplayanda doğrudan da 170 verir. Onda nə yazırıq? Cavab maşının sürətləridir. 80 kilometr saat və 90 kilometr saat. Bizdən nə soruşurdu uşaqlar? Bizdən soruşurdu ki, hər maşının sürətini tapın. Tapdıq ki, maşınlardan biri 80 idi, tənlikdən tapdıq. Üstünə də 10 gəldik, bunu tapdıq. Bu, birinci maşının getdiyi yol, sürəti 1 saata vurmuşam. Bu da ikinci maşının getdiyi yol, 1 saata vurub. Ümumi yol isə verilib. Belə bir tənliyi həll eləyəndən sonra x-in 80 kilometr olduğunu, 10 kilometrdə ondan çox olan 90 kilometri digər maşın üçün tapmışam. 11-ci məsələ. Alıcı gəlir dükana
oradan deməli naringi və portakal alır. Naringi 1,5 manat, yəni 1 manat 50 qəpik. Portakal isə 2 manat yazılıb qiymətləri. Kiloqramları yazılmayıb nə qədərdir. Neçə kiloqram alırlarsa. Deməli 1 kiloqram naringi 1,5 manat, 1 kiloqram portakal 2 manat. 2 dəfə çoxdur. Naringinin ucuzdur da 1 manat 50 qəpik. Bundan az alıb 2 manatlıqdan x qədər alıb. Portakalı isə 2 dəfə çox alıb. Yəni yox, naringi 2 dəfə çox alıb. Tənlik vuraq onda. Deməli x qədər alıb portakal üstünə gələk 2 dəfə çox da 2x qədər də nə alıb? Naringi. Bunlara verib 10 manat. 10 manat. Axı uşaqlar x kiloqrama neçə manat verib? Vuraq x kiloqramı 1,5 manata. 2x bu deməli səhv elədim deyəsəm mən. X bu portakalın qiymətidir 2 manata. Bunu 2'ye vururam. Bunu tezdən yazım onda. X vurulsun 2, bu portakal. Naringi isə 2 dəfə çox. 1,5'e. Bərabərdir 10 manat. Bunu isə üstünə xətt çəkirəm. Qiymətlərin yerini dəyişik yazdım. Olacaq onda tənlik. 2x üstə gəl. 2 vurulsun x daha doğrusu. 2'ni də 1,5 burada da x olmalıdır. 3x. 1,5'e vursam 2'ni 3 eləyər. Bərabərdir 10 manat. Portakalın qiymətini tapaq görək. Portakala nə qədər pul verib? Yox, hə də çəkisini bilmirik də. Çəkisini bilsək puluna vurarıq. Çəkisini tapaq. Çəkidir bu x çəkini göstərir. 5x bərabərdir 10 manat. 2x'in üstə 3x gəldirəm 5x bərabərdir 10 manat. Deməli bu çəkidir. Nə qədər portakal alıb? Portakalı x-la. Burada yazım ki x kiloqram portakal alıb. X bərabərdir 10'u böldürəm 5'e 2. 2 kiloqram. 2 kiloqram portakal alıb. Naringi isə 1,5 ucuz olduğundan 1 manat 50 qəpik olduğundan 2 dəfə çox alıb bundan. Bu deməli ki nəyin qiyməti oldu? Portakalın qiyməti yox, çəkisi. Portakal çəkisi. Çəki portakalın 2 kiloqram. Naringinin çəkisini isə naringinin çəkisi portakaldan 2 dəfə çoxdur. 2 vur 2 kiloqramdan 2 dəfə çoxdur. 4 kiloqram alır. Bizdən də soruşur ki, hər meyvədən nə qədər alıb? Deməli 4 kiloqram naringi alıb, 2 kiloqram da portakal alıb. 4 manat buna verib, kilosu 2 manatdır. Bunun isə 6 manat da bu 4 kiloqrama verib. Naringiyə verib. Bir məsələmiz də qalıb. Sonda bir gözəl məsələ. Şəkil də var burada. Quzu ilə dəvənin birlikdə kütləsi 612 kiloqramdır. Quzu, bu da dəvə. Birlikdə görək, görünürmü bunlar burada? Biraz yaxşı göstərim, bəli. Quzu ilə dəvənin kütləsi birlikdə 612 kiloqramdır. Bax, bu balaca yeri quzuya görə ayırmışam. Bu da dəvə.
İkisi birlikdə toplayanda 612'dir. Axı heç birini bilmirik. Dəvənin kütləsi quzunun kütləsindən 39 misli. Onda quzunu biz x ilə işarə eləyəsək, bu da olacaq 39 x. Hələ 39 x ilə qurtarmır ha. Dəvənin kütləsi quzunun kütləsindən, yəni kütləsinin 39 mislindən hələ 12 kiloqram da çoxdur. Üstünə 12 də gələk. Üstə gəl 12. Tənlik aldıq. 612 kiloqramdır. Dəvə neçə kiloqramdır? Əvvəl quzunu tapaq. Sonra bu quzunun tapdığımız qiyməti yerinə qoyub, buranı da dəvə üçün taparıq. Deməli, tənliyi yazıram. Quzunun kütləsi üstə gəl dəvənin kütləsi 39 x-dən üstünə gəlirəm 12. Bu dəvənin kütləsidir. Quzunun kütləsinin 39 misli üstə gəl 12. Bərabərdir 612 kiloqram. Deməli 39 x, bu da 1 x. Oldu 40 x. Üstə gəl 12 bərabərdir 612. Uşaqlar, burada görürük ki, toplama tənlikdir, toplama əməli var. Toplananlardan biri məchuldur, digəri isə məlumdur. Cəmdən məlum toplananı çıxıb, məchul toplananı tapırıq. Yəni 40x bərabərdir 612 çıx 12. Eləyər, bəlkə birbaşa yazaq. 612-dən 12 çıxsaq, olar 600. X nəyə bərabərdir bəs? 600-ü 40-a bölürəm. 150 eləyəcək ya, 15 quzunun kütləsini tapırıq. 600 bölünsün 40. 15 olmalıdır. Ben bir də təkrar qaralamada eləyim ki, dəqiq olsun, sonra səhvə yol verməyək. 600 bölünsün 40'a. Bu sıfırlar gedir. 60'ı 4'e bölürəm. 6'nın içində 4 bir dəfə. 4'ü çıxsam 20'də də 5 dəfə. 15. Quzunun kütləsi 15 kiloqramdır. Tapdıq. Elə şahı demişdim 15'dir. Sonra nə edirəm? Quzunun kütləsini tapandan sonra, bax bu dəvənin kütləsi idi. Bu. Yerinə yazıram. 39 vur 15, üstə gəl 12. Bu quzu idi. Burada yazaq quzu. Quzu x-nə işarə eləmişdik. Tapdıq ki 15 kiloqramdır. Dəvə. 39 vur 15, üstə gəl 12. Görək nə qədər eləyər? 39'u 15'e vurub, görək. 39 vurulsun 15. Üstə gəl. 39'u 15'e vurdum. 585. Üstə gəl 12. 597. 597 kiloqram. Bu da dəvənin kütləsidir uşaqlar. Diqqətli olun, məsələlər çox gözəldir. Çox bir də sizin fikirlərinizi, başınızı, biliklərinizi səliqə ilə yerbəyer eləyəndir məsələ. Ümumiyyətlə tək bu məsələ yox, məsələlər. Biraz məsələyə yaxın olun, yaxın yanaşın məsələyə. Misallara isə mən həmişə deyirəm ki, uzaqdan baxın ki, onu necə eləmək lazımdır. Məsələ isə belə dərk eləyin. Elə misalda dərk eləmək lazımdır məsələni də. Bu qədər gözəl balalar. Sağ olun. Videomuzu bəyənin.
videomuzu deyirəm. Əslində bu videolar sizlər üçün çəkilir. Sizin videolarınızdır. Videolarınızı bəyənin, paylaşın, abunə olun uşaqlar.